Marneuldə Mədəniyyət Evində ümummilli lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi ümummilli lider Heydər Əliyev 102 il adlı tədbir Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə baş tutdu. Tədbir çərçivəsində musiqi və rəqs nömrələri təqdim edildi. Eyni zamanda fəallıqları ilə fərqlənən gənclər mükafatlandırıldı. Tədbirimiz ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə bağlıdır. Tədbir Gürcüstanda Azərbaycan səfirliyinin Gürcüstandakı səfirliyinin dəstəyi və İnkişaf və Təhsil Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Artıq ikinci ildir ki, biz Marneul Mədəniyyət Evində Ulu Öndərin doğum gününü bu formada qeyd edirik. Tədbir çərçivəsində həmçinin uğurlu gənclər, həm təhsil, idman sahəsində, mədəniyyət sahəsində fərqlənən gənclərimiz mükafatlandırılacaq. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Marneulin meri Kənan Ömərov, rəsmi şəxslər, tələbələr və ictimai xadimlər iştirak etdilər. Günün sonunda Mədəniyyət Evinin həyətindən simvolik olaraq səmaya 102 şar buraxıldı.